Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında həmişə olduğu kimi PlayStation'ın yeni endirimləri ilə qarşınızdayım dostlar. Maraqlı endirimlərimiz var və həftə sonu endirimləri olan oyunlarımız var dostlar. Bugün sizlərə arasından seçdiyim maraqlı və endirimi çox gözəl, super olan endirimli oyunları sizlər üçün araşdırıb hazırlamışam dostlar. İlk olarak PlayStation'ımızın ana səhifəsində daxil olduqda bu şəkildə 75% mart endirimləri ilə qarşınızdayım. Qeyd edim ki, bu PlayStation Türkiyə səhifəsidir. Məhz əgər hesabınız yoxdursa, bu oyunları endirimli şəkildə əldə etmək istəyirsinizsə, bu videonun açıqlama bölməsində əlavə etdiyimiz Instagram adresimizdən bizə qısa mesaj yaza bilərsiniz dostlar. Keçirik endirimlərimizin olduğu səhifəyə və buradakı gördüyünüz kimi Deals bölməsinə keçid edirik. Burada həm həftə sonu endirimi var, həm isə burada mart endirimləri var. Bunu çox vaxt ayrı-ayrı videoda göstərdik, amma bu videoda hamısını bir-bir göstərəcəm. İlk olaraq mart endirimlərinə keçməmişdən əvvəl həftə sonu endirimlərini göstərmək istəyirəm dostlar. Maraqlı oyunlarımız var. Qeyd edeyim ki, həftə sonu endirimi hər deyiləndə olmur dostlar və olduqda 3 gün ərzində olur. İlk sırada GTA 5, həm PlayStation 4, həm PlayStation 5 seriyası. Bu şəkildə gördüyünüz kimi məşhur GTA 5-imiz. Düzdür, bu çoxlarınızda var, amma hələ də olmayan və PlayStation təzə almış olanlar varsa, bu fürsəti qaçırmasın. Düzdür, burada 824 TL yazır, amma bunu konsoldan aldıqda daha ucuza başa gəlir dostlar. Buramızda məşhur RDR2-miz. Bildiyiniz kimi bu da Rockstar'ın məşhur oyunlardan biridir dostlar. Həm qarlı yolları, missiyaları olsun, həm yəni bu hissiyatı yaşadır. Ultimate versiyası bu şəkildə dostlar həmişəkindən biraz çox endirmə olub. 680 TL'dən 80% endirimə düşərək sadəcə 136 TL olub dostlar. Bu fürsəti, yəni bu oyunu hələ oynamamısınızsa, bu oyuna marağınız varsa gördüyünüz kimi bu qiymətə əldə eləmək olar. Yəni bu qiyməti mən inanmıram ki, bir də görəm. Həftə sonu endirimlərimizdən biri də NBA 2K25'dir dostlar. Bu standart versiyasıdır, tournament versiyasıdır. Üzrlə hesab edin. Standart versiyasından biraz fərqlidir. Köhnə qiymətli çox baha olan bir oyunumuz 3149 TL'dən 75% endirimə düşərək 787 TL olub dostlar. Kingston Come oyunu bu da çox satılan oyunlardan biridir dostlar. 1049 TL'dən 262 TL'yə endirimə düşüdür. 75% endirimdədir. Sırf PlayStation 5 üçün olan tək yeganə Need for Speed seriyası bu şəkildə 1600 TL'dən 85% endirimə düşərək 240 TL endirimdədir dostlar. Metro seriyası, bildiyiniz kimi Metro seriyasında olduqca böyük kütləsi var. Metro Exodus seriyası 1049 TL'dən 262 TL'yə 75% endirimə düşübdür dostlar. Dostlar, həftə sonu maraqlı endirimlərimiz bu şəkildə idi. Yenə siz buradan girib həftə sonu endirimlərinə baxa bilərsiniz. Yəni qeyd edeyim ki, bu endirimlər həftə sonuna keçərlidir. İndi isə keçək mart endirimlərimizə. Bildiyiniz kimi 15 gündən bir hər ayda endirimlərimiz olur. Mart endirimlərimizə başdan qabaq ilk sırada diqqətimi çəkən oyunlardan biri də FC25 standart versiyasıdır. Bu şəkildə 2899 TL'dən sadəcə 70% endirimə düşərək 869.99 TL endirimə olub dostlar. Bunu da almaq istəyənlər fürsəti qaçırmaya bilər. Qeyd edim ki, təəssüf olsun ki, bunun PlayStation 4 versiyası yoxdur. Yəni UFC 5 sırf PlayStation 5 üçün çıxıbdır. Həm PlayStation 5, həm PlayStation 5 Pro dəstəkləyir dostlar. Bu şəkildə 2900 TL'dən 1450 TL'də endirimdədir dostlar. Dostlar, uzun vaxtdır bu oyuna endirim gəlmir. Sıx-sıx endirimə düşməyən oyunlardan biri də PlayStation öz oyunu olmasına rağmen qiymətində çox böyük dəyişikliklər olmayan oyunumuz. Həm PlayStation 4, həm PlayStation 5 versiyası, həm də PlayStation 5 Pro dəstəkləyir dostlar. 2799 TL'dən 1399 TL'yə endirimə düşdür. Qeyd edeyim, sırf PlayStation 4 versiyası da endirimdədir. Evil 4 Gold Edition seriyamız həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Bu şəkildə çox böyük arasında endirim fərqi olmasa da yenə 40% endirimdədir. 1749 TL'dən 1049 TL'yə endirimə düşübdür dostlar. Crash seriyamız, mənim də çox sevdiyim paketlərdən biri də budur. Crash Team Racing Nitro Full seriyası bu şəkildə gördüyünüz kimi 429 TL'dən ikili paketi sadəcə 150 TL'yə endirimə düşübdür. Sniper Elite 5 seriyası
Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Bu şəkildə gördüyünüz kimi 2099 TL-dən 524.75 TL endirimə düşübdür dostlar. 75% endirim. Resident Evil Village həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Resident Evil'in ən çox satılan seriyalarından biri də budur dostlar. Həm PlayStation 5 Pro dəstəkləyir. Bu şəkildə 1399 TL-dən 559.60 TL endirimə düşüb. Call of Duty Modern Warfare 2 Campaign köhnə oyunda, amma hələ də bunun oyuncu kütləsi var. Hələ də oynamamısınızsa oynamağı tövsiyə edirəm dostlar. Sizlər həqiqətən superdir. Qiymət də çox ucuzdur. 172.88 TL-dən sadəcə 50% endirimə düşərək 86.40. Call of Duty-nin yeganə ucuz qalan hələki seriyalarından biri Call of Duty Vanguard Cross Game paketi. Həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir dostlar. Həm yan-yana oturub oynaya bilirsiniz dostlarınızla, həm də hekayə modu var, həm zombi modu var. Bu şəkildə 599 TL-dən 239.60 TL-yə düşüb. Mənim şəxsi fikrim, düşünürəm ki, bu yaxınlarda da bu Call of Duty seriyasında qiymətində artımlar olacaq. Far Cry 6 seriyası. Far Cry 6 Game of the Year Edition seriyası dostlar. Yəni bunu tövsiyə edirəm ki, bunun qiyməti daha uyğundur. Bu şəkildə 959 TL-dən 75% endirimə düşərək sadəcə 239.75 olubdur dostlar. Mortal Kombat 11 bu qiymətə ən ucuz tapa biləcəyiniz Mortal Kombat seriyasıdır. Həm yan-yana oturub dostlarınızla oynaya bilirsiniz, həm də ki möhtəşəm qrafikləri var. Həm PlayStation 4 dəstəkləyir, həm PlayStation 5 dəstəkləyir dostlar. Bu şəkildə 349 TL-dən sadəcə 34.90 TL endirimdədir dostlar. Resident Evil 7 Blizzard seriyası bu şəkildə dostlar həm PlayStation 4, həm PlayStation 5 dəstəkləyir. 699 TL-dən 60% endirimə düşərək 279.60 olubdur. Dostlar, seçdiyim maraqlı oyunlar bunlar idi bu endirimlərimizdən. Qeyd edim ki, bu PlayStation Türkiyə səhifəsindəki bu videonun açıqlama bölməsində əlavə eləyərəm dostlar. Yenə maraqlı oyunlarımız var. İndi video uzun çəkir deyə göstərə bilməm. Baxın, gördüyünüz kimi burada əlavə oyunlarımız var. Battlefield 5 seriyası 85% endirimdədir. Call of Duty Modern Warfare Remastered 50% endirimdədir. Çox ucuz endirimlərimiz var. Qeyd edim ki, yenə videonun açıqlama bölməsindən bizə qısa mesaj yazaraq bu oyunları endirimli şəkildə ala bilərsiniz. Təqdim etdi Fikirli kanalı.